Əgər sizin də maşında getdiyiniz yerdə rul əyri durursa, razval elədiyiniz təqdirdə, yəni bu problem aradan qalxmırsa və yaxud da ki, elektron rulavoylarda belə bir problem də olur. Düz getdiyiniz vəziyyətdə avtomatik rulu dartır sağa və yaxud da ki, sola və yaxud da ki, döndərirsiniz, qaytarmır. Belə problemlər olduğu halda mütləq şəkildə yoxlamaq lazımdır. Əgər adaptasiya pozulubsa, adaptasiya eləyib bu problemi aradan qaldırmaq olur. Sizin də maşında belə bir problem varsa müraciət eləyin. Zəhmət haqqı 20 manatdır. 20 manat verirsiniz, adaptasiya eləyib problemi aradan qaldırırıq. Rul düz vəziyyətdədir, fikir verin. Amma göstərici 1.4-dür. Yəni bu 0 nöqtəsində olmalıdır. Deməli, problem nədir? Müştəri deyir ki, düz getdiyim yerdə rul bax bu vəziyyətdə durur. Yəni nə qədər razval eləsəm də xeyri yoxdur. Problem rulavoyu yığdırandan sonra olub, razvala gedib razval ustası deyib ki, yəni mən maksimum bunu eləyə bilirəm, düz vəziyyətə gətirə bilmirəm. Bu da elektron rulavoydur. Yəni adaptasiya əgər pozulubsa, yəni bu vəziyyətdə, düz vəziyyətdə ölçü 1.4, 1.7, nə bilim, yəni 0 nöqtəsini görmürsə, bunu razval ustası heç cür 0 metrikasına gətirə bilməz. Yəni yenə də o adaptasiyanı itirib ölçü göstərici fərqli olacaq. Ona görə mütləq şəkildə rul düz vəziyyətdə adaptasiya eləyib 0 nöqtəsinə gətirib, adaptasiya edib müştəriyə təhvil verib, bütün problemlər də aradan qalxır. İndi bir dənə 0 nöqtəsinə gətirib yekunda nəticəni paylaşacağım. Gördüyünüz kimi rul düz vəziyyətdə, göstəricidəki 0. Yüngül titrəmələr olmalıdır, normaldır. Yəni bu adaptasiya olandan sonra geridə qalan bütün problemlər aradan qalxacaq.